o vaxt itkisi hesab oluna bilərmi? Açığı deyim, ola bilər. Vaxt itkisi ola bilər. Çünki mənim xaricdə öyrəndiyim, ümumiyyətlə mənim dostlarımın xaricdə öyrəndiyimiz məlumatları inanın ki, biz Azərbaycanda bəlkə 20 ildə də öyrənə bilməyəcəkdik. O baxımdan xaricdə pullu bakalavr təhsili real üstünlük verə bilər. Yəni bu biraz şəxsi bir şeydir. Mən özüm deyirəm ki, 100%, yəni xaricdə oxumaq daha yaxşıdır. Çünki bu işin düzdür çox əmması var, amma buna baxmayaraq, yəni nəticə olaraq üstünlüyü xaricdə təhsilə 100% daha çox önəm vermək lazımdır. Yəni saydım xaricdə təhsil müddətində sadəcə təhsil öyrənmirsən, həyat da öyrənirsən. Yəni həyatda tək qalmağı öyrənirsən, hər bir problemi öyrənirsən. Yəni təhsil kimi fikirləşməyin. Elə fikirləşin ki, həyatı öyrənmə macərası. Problemləri özün həll etməlisən, ailən yox, tanıdığın biri yox. Hər bir problemi bilirsən ki, yəni sən özün həll etməlisən. Bu dəqiqə fərqində olmadığın çox şeylər var sən xaricdə oxumaq. Növbəti alacağım maşın Porsche-dir.